Çox aşiq olmaq ürək xəstəliyi yaradır. İnanılmazdır, amma həqiqətən də belədir. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Türkiyəli professor deyir ki, çox sevəndə ayrılmayın. Çünki qırıq ürək sindromuna yaxalana bilərsiniz. Bu, çox ciddi ürək xəstəliyidir. Bəli, çalışın, sevginiz biraz avazısın, sonra yavaş-yavaş ayrılın. Birlikdə baxaq. Çox aşiq olduğunuzda ayrılmaq ürəyə ziyandır. Türkiyəli alim Oytun Ərbaş yarım qalan sevginin insan sağlamlığına təsiri ilə bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, güclü emosional bağlılıq zamanı baş verən ayrılıq ciddi stres yaradır və bu ürək fəaliyyətinə mənfi təsir göstərir. Professorun sözlərinə görə Takotsubo sindromu kimi tanınan vəziyyət, yəni qırıq ürək sindromu nəticəsində ürək böyüyə və hətta ürək çatışmazlığı yarana bilər. Ərbaş qeyd edib ki, ayrılıq zamanı yaranan narahatlıq davamlı düşüncə və anksiyetə ürək döyüntüsünü sürətləndirir. Uzun müddət yüksək nəbz isə ürək üçün risklidir. Alim bu vəziyyəti asılılıqdan çıxma sindromu ilə müqayisə edərək vurğulayıb ki, insan sevdiyi şəxsdən uzaqlaşdıqda oxşar psixoloji və fiziki gərginlik yaşayır. Mütəxəssis xüsusilə güclü sevgi dövründə ani ayrılıqdan çəkinməyi tövsiyə edib. Onun fikrincə emosional sabitlik qorunmadıqda bu cür hallar sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara bilər. Yeniyetmələrin psixoloji vəziyyəti və stres səviyyəsi o qədər yüksəlib ki, onları orta əsrlərdə psixi xəstəxanalarda yatanlarınki ilə eyniləşdirirlər. Dəhşətli statistikadır, birlikdə izləyək. Yeniyetmələrin stres səviyyəsi rekord həddədir. Son araşdırmalar göstərir ki, yuxarı sinif şagirdləri arasında narahatlıq səviyyəsi kəskin şəkildə artıb. Bəzi hallarda bu göstəricilər o qədər yüksəkdir ki, onlar ötən əsrin psixiatriya klinikalarında müalicə alan pasiyentlərin nəticələri ilə müqayisə olunur. Rusiyalı mütəxəssislər hesab edir ki, problemin səbəbi yalnız dərs yükü deyil. Əsas amillərdən biri uzun müddətli qeyri-müəyyənlik hissidir. Müasir yeniyetmələr erkən yaşlarından karyera, gəlir, şəxsi münasibətlər və həyat xərclərinin artımı ilə bağlı ciddi narahatlıqlar yaşayır. Ekspertlərin fikrincə, əvvəlki nəsillər üçün daha əlçatan görünən gələcək planları, sabit iş, ailə qurmaq və mənzil sahibi olmaq bu gün gənclər üçün daha çətin və bəzən əlçatmaz görünür. Bu isə onların psixoloji vəziyyətinə birbaşa təsir göstərir. Psixoloqlar vurğulayıb ki, bu tendensiya ilə mübarizə üçün həm təhsil sistemində, həm də ailə və cəmiyyət səviyyəsində dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Yeniyetmələrin psixikası demişkən, maraqlı bir eksperiment keçirilib. 8 saatlıq uşaqların əlindən telefon alınıb və təsəvvür edin ki, 3 saatdan artıq əksəriyyət dözə bilməyib. Eksperimentin sonuna sadəcə 3 nəfər qala bilib. Bu bilirsiniz nə deməkdir? Bu, yeni sosial şəbəkədən asıllıq diaqnozunun tezliklə beynəlxalq standartlara daxil olacağı deməkdir. Sosial şəbəkə asılılığı. Ailə psixoloqu Katerina Murashova tərəfindən aparılan maraqlı eksperiment müasir yeniyetmələrin rəqəmsal asıllığını üzə çıxarıb. Özü ilə tək qalmaq adlı bu sınaqda 12-18 yaş arası 68 yeniyetməyə 8 saat ərzində tək qalmaq və telefon, internet, televizor kimi vasitələrdən istifadə etməmək təklif olunub. Nəticələr gözlənilməz olub. İştirakçılardan yalnız 3 nəfər sınağı sona qədər davam etdirə bilib. Digərləri isə 2-5 saat ərzində eksperimenti dayandırıb. Onların bir çoxu ürək bulanma, baş gicəllənmə, panik atak, qorxu və güclü narahatlıq kimi simptomlar yaşadıklarını bildirib. Mütəxəssislər qeyd edir ki, bu hal yeniyetmələrin tək qalmağa və özlərini məşğul etməyə çətinlik çəkdiyini göstərir. Eksperiment rəqəmsal mühitin artıq sadəcə əyləncə deyil, psixoloji asıllıq forması aldığını bir daha ortaya qoyur. Alma sirkəsi ilə arıqlayanlar. Yaxın əyləşin, bu xəbər sizin üçündür. Alimlər araşdırma aparıb və həqiqətən də bədəndəki yağların alma sirkəsi ilə əriyib ərimədiyini, yoxa çıxıb çıxmadığını araşdırma ilə sübut ediblər. Baxaq.
Alma sirkəsi arıqlamağa kömək edirmi? Arıqlamaq üçün alma sirkəsi son illərdə geniş yayılmış detoks və pəhriz trendlərindən birinə çevrilsə də, mütəxəssislər ehtiyatlı yanaşmağı tövsiyə edir. Bu sahədə aparılan araşdırmalar məhduddur və nəticələr dəqiq deyil. Alma sirkəsinin təsiri ilə bağlı məqalə Harvard Health Publishing nəşrində yayımlanıb. Alma sirkəsi alma şirəsinin fermentasiyası nəticəsində əldə olunur və tərkibindəki sirkə turşusunun maddələr mübadiləsinə müəyyən təsir göstərə biləcəyi düşünülür. 2009-cu ildə 175 nəfərin iştirakı ilə aparılan tədqiqatda gündəlik sirkə qəbul edən şəxslərdə 3 ay ərzində cüzi çəki itkisi və triqliserid səviyyəsində azalma müşahidə olunub. 2018-ci ildə 39 nəfər üzərində aparılan başqa bir araşdırmada isə aşağı kalorili pəhrizlə birlikdə alma sirkəsi qəbul edən qrup daha çox çəki itirsə də, nəticələr geniş kütlə üçün yetərli hesab edilmir. Bəzi kiçik tədqiqatlar nəticə göstərsə də, uzun müddətli və geniş miqyaslı araşdırmalarla təsdiqlənməyib. Mütəxəssislər qeyd edir ki, alma sirkəsi tək başına arıqlama vasitəsi deyil və balanslı qidalanma ilə fiziki aktivliyin yerini verə bilməz. Təsəvvür edin ki, ekranların üzərində, xüsusilə telefonların elə bir örtük var ki, virusları məhv eləyir. Nə qədər virus istəsə də həmin ekranlarda olsun, mümkünatı olmur. Bəli, bu alimlərin yeni kəşfidir və virusları məhv eləyən xüsusi örtük yaratmağa müvəffəq olublar ki, bilirsiniz ki, ən çirkli və viruslu əlimizdə daim hər yerə özümüzdən apardığımız telefonlar sayılır. Çox güman ki, bu örtüklərdə ilk növbədə məhz telefonların, ekranları olan gadjetların üzərindəki örtüklər üçün istifadə ediləcək. Virusu məhv edən yeni örtük hazırlanıb. Avstraliyanın Melbourne Universitetinin alimləri viruslarla mübarizədə yeni texnologiya hazırlayıb. Tədqiqatçılar silikon əsaslı nanostrukturlu xüsusi örtük yaradaraq onun virusları qısa müddətdə zərərsizləşdirdiyini müəyyən edib. Yeni material milyonlarla mikroskopik tikanlardan ibarətdir və işığı udduğu üçün qara rəngdə görünür. Aparılan təcrübələrdə insan parainfluenza tip 3 virusu həm hamar, həm də nanostrukturlu səthlərdə tətbiq olunub. 6 saatdan sonra nano örtük üzərində virusların 96% infeksiyon qabiliyyətini itirib. Halbuki adi səthdə onlar aktiv qalıb. Mikroskopik analizlər göstərib ki, bu effekt kimyəvi maddələrlə deyil, mexaniki təsir nəticəsində yaranır. Nanostrukturlar virusların lipid örtüyünü zədələyərək onların strukturunu dağıdır. Alimlər hesab edir ki, bu texnologiya COVID-19 virusuna səbəb olan SARS-CoV-2, həmçinin digər tənəffüs viruslarına qarşı da effektivdir. Gələcəkdə bu örtüyün telefon ekranları, klaviaturalar və tibbi səthlərdə tətbiqi planlaşdırılır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü, doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.